Əziz müəllimlərim, axşamınız xeyir olsun. 23 iyun sertifikasiya imtahanının kurikulum suallarının izahı ilə qarşınızdayam. Gəlin baxaq birinci sualımıza. Nə deyir birinci sualımızda? Hansı formativ qiymətləndirmənin məqsədidir? Birinci sualın cavabı A variantıdır. Şagirdin təlim fəaliyyətinin izlənilməsi və irəliləyişinə şəraitin yaradılması. Bəli, əziz müəllimlər, formativ qiymətləndirmə gündəlik və inkişafa yönəlmiş qiymətləndirmədir. Məqsəd şagirdə qiymət yazıb onu kəsmək yox, onun dərsi necə öyrəndiyini izləmək və zəif tərəflərini düzəldərək irəliləməsinə, inkişaf etməsinə şərait yaratmaqdır. Keçid aldıq növbəti sualımıza. Deyir, summativ qiymətləndirməyə aid olanları seçin. Düzgün cavab A variantıdır. Baxaq, nə deyir bir də? A variantında 1-3-5 deyir. Biz də baxaq 1-3-5-ə. Təlim nailiyyətlərinin müəyyən olunmasına yönəlmişdir. Bəli, summativ qiymətləndirmə şagirdin sonda nə öyrəndiyini ölçür. Yəni, nöqtəni qoyur. Demək, 1-3-ə baxaq. Nəticələri sinif jurnalında qeyd olunur. Bəli, summativlərin qiyməti jurnala yazılır. Yəni, amma formativ isə məktəbli kitabçasına və ya şəxsi qovluğa qeyd olunur. Sonra 5-ə baxaq. Şagirdin yarımillik qiymətləndirməsinə təsir edir. Bəli, yarımillik qiymət summativlərin balı əsasında hesablanır. Keçid aldıq 3-cü sualımıza. Nə deyir? Bir şagird dərs zamanı dərsi dinləmir, kənar işlərlə məşğul olur və dərsin gedişinə mane olur. Müəllim dərs müddətində nə etməlidir? Düzgün cavabımız C variantıdır. Şagirdin diqqətini dərsə yönəltmək üçün qeyri-verbal davranışlardan istifadə etməlidir. Nə deməkdir bu? Dərs zamanı intizamı pozan şagirdə dərhal qışqırmaq, dərsi dayandırıb hamının yanında cəzalandırmaq olmaz. İlk növbədə qeyri-verbal, yəni sözsüz davranışlardan istifadə etmək lazımdır. Nədir bu qeyri-verbal davranışlar? Yəni şagirdə tərəf yaxınlaşmaq, ona baxmaq, əl işarəsi etməklə onun diqqətini dərsə geri qaytarmaq lazımdır. Demək, keçid aldıq növbəti sualımıza. Aşağıdakı hallardan hansında hadisə bullying hesab olunur? 4-cü sualın cavabı C variantıdır. Deyir, fiziki və ya sosial baxımdan üstün mövqedə olan şagirdin digər şagirdi mütəmadi şəkildə alçatması, təcrid etməsi və qorxutması. Bəli, hər mübahisə və ya zarafat bullying deyil, əziz müəllimlər. Bir hadisənin bullying olması üçün gərək güclü tərəf, zəif tərəfi mütəmadi olaraq incitsin, qorxutsun və ya sinifdən təcrid eləsin. Cavab variantındakı mütəmadi şəkildə alçatması ifadəsi bullyingin əsas göstəricisidir. Keçid aldıq növbəti sualımıza. Deyir ki, aşağıdakılardan hansı gündəlik planlaşdırmanın əsas xüsusiyyətlərinə aid deyil, aid olmayanı soruşur. Düzgün cavab C variantı. Tədris ilinin sonunda aparılacaq yekun qiymətləndirmənin nəticəsini əvvəlcədən müəyyən edilməsi. Demək, gündəlik planlaşdırma bugün keçəcəyim 45 dəqiqəlik dərsdə nə edəcəm sualına cavab verir. Tədris ilinin sonunda aparılacaq yekun qiymətləndirmə isə perspektiv, yəni illik planlaşdırmaya aiddir. Gündəlik dərsin planına aid ola bilməz. Keçid aldıq növbəti sualımıza. Deyir, şagird dərs zamanı digər şagird tərəfindən davamlı olaraq lağa qoyulur və sosial olaraq təcrid edilir. Müəllim bu vəziyyətdə ilk növbədə nə etməlidir? 6-cı sualımızın cavabı A variantıdır. Deyir, hadisəni araşdırmalı, şagirdlərlə fərdi söhbət aparmalı və psixoloqla əməkdaşlıq etməlidir. Bəli, sinifdə davamlı lağlağa və təcrid etmə, yəni bullying varsa, müəllim bunu görməzdən gələ bilməz. İlk növbədə vəziyyəti dərindən araşdırmalı, uşaqlarla ayrı-ayrılıqda fərdi danışmalı və məktəbin psixoloqunu prosesə cəlb etməlidir ki, problem kökündən həll olunsun və bir də təkrarlanmasın. 7-ci sualımıza baxaq. İnformatika dərsində müəllim 2 proqram təminatını təqdim edir. Şagirdlər həmin proqramların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edir, müqayisə aparırlar. Bu, fəaliyyət idrakın sahənin hansı mərhələsinə aiddir? Təbii ki, anlamaq mərhələsi. Nəyə görə? 2 obyekti, proqramı və ya qaydını qarşılaşdırmaq, onların oxşar və fərqli cəhətlərini tapmaq, müqayisə etmək, Bloom taksonomiyasında birbaşa anlamaq mərhələsinin göstəricisidir. Çünki şagird mövzunu başa düşməsə, onları müqayisə edə bilməz. Keçid aldıq növbəti sualımıza. Deyir, şagirdin təlim prosesinin müəyyən müddətində kimi öyrəndiklərini ölçür. Bu, hansı qiymətləndirmə növüdür? 8-ci sualımızın cavabı C variantı, summativ qiymətləndirmə.
Nəyə görə? Tərifdəki müəyyən müddətinə kimi öyrəndiklərini ölçür və ya bölmənin sonunda, yarım ilin sonunda yekun vurur kimi fikri summativ qiymətləndirməyə aiddir. O keçilən dövrə yekun vurub nəticəni ölçür, yəni son nöqtəni qoyur. Keçid aldıq 9-cu sualımıza. Demək, dərs zamanı müəllim görür ki, şagird digər şagirdi hədələyir, ona təzyiq göstərir. Müəllimin düzgün davranışı hansı olmalıdır? 9-cu sualımızın cavabı B variantı. Nə deyir B variantında? Şagirdləri ayırmaq, vəziyyəti araşdırmaq və təhlükəsiz mühit yaratmaq. Bəli, sinifdə hədə-qorxu və təzyiq varsa, müəllim birinci vəzifəsi sinifdəki təhlükəsizliyi təmin etməlidir. Odur ki, şagirdləri dərhal bir-birindən ayırmalı, hadisəni sakit şəkildə araşdırmalı və hər kəs üçün təhlükəsiz mühit yaratmalıdır. 10-cu və sonuncu sualımız. Baxaq. İnformatika dərsində müəllim şagirdlərə şəhərdə tullantıların çeşidlənməsi ilə bağlı məlumatları toplamağı və elektron cədvəldə analiz etməyi tapşırır. Şagirdlər nəticələri diaqram şəklində təqdim edirlər. Bu fəaliyyət hansı inteqrasiya növünə aiddir? Demək, burada informatika dərsinin alətlərindən və həyat bilgisi mövzusu, informatika dərsinin alətlərindən istifadə edərək həyat bilgisi mövzusu öyrənilir. Yəni, iki fərqli fən bir-biri ilə əlaqələndirdiyi üçün burada fənlər arası inteqrasiyadan söhbət gedir. Bəli, əziz müəllimlər, bu da 23 iyun sertifikasiya imtahanının kurikulum suallarının izahı. Demək, bundan sonra imtahan verəcək bütün müəllimlərimizə uğurlar arzulayıram. Kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.